Salam. Gəlin bir anlıq düşünək. Bir fənni, məsələn tarixi, başqa dildə keçmək sadəcə tədris proqramında bir dəyişiklikdir. Yoxsa bu pərdə arxasında milli kimliyin formalaşdırılması üçün daha dərin strateji bir addımdır. Bəli, bugün sizə təqdim edilən mənbəyə əsaslanaraq məhz bu məsələnin dərinliyinə varacağıq. Söhbət Azərbaycanın bütün məktəblərində tədris dilindən asılı olmayaraq Azərbaycan tarixi fənninin məhz dövlət dilində keçirilməsi qərarından gedir. Aha, əlimizdəki materialda birbaşa bu mövzunun, necə deyim, mərkəzində olan bir şəxsin, çox saylı tarix dərsliklərinin müəllifi, müəllim Ramil Tanrıverdinin müsahibəsidir. Bizim də missiyamız bu müsahibədəki fikirləri sadəcə təkrarlamaq deyil, onların arxasındakı məntiqi anlamağa çalışmaqdır. Niyə indi və niyə məhz tarix fənni? Tamamilə doğru. Gəlin elə əsaslardan başlayaq. Mənbədə deyilir ki, proses artıq başlayıb. Ötən il 5-ci siniflərdə Azərbaycan tarixi dövlət dilində tədris olunmağa başlandı. Bəli, bu ildən isə 6-cı siniflər də qoşulur. Hətta yeni dərsliklər də hazırlanır deyilir. Bu vacib bir detaldır, çünki göstərir ki, bu bir dəfəlik, impulsiv bir qərar deyil. Yəni sistemli bir yanaşmadır. Bəli, bu hər il bir sinif yuxarı qalxaraq, mərhələli şəkildə həyata keçirilən uzun müddətli bir siyasətdir. Yəni plan budur ki, bu siyasət hər il yuxarı siniflərə doğru addım-addım tətbiq edilsin. Yaxşı, bu aydındır. Amma məni düşündürən əsas sual budur. Niyə məhz tarix? Məsələn, riyaziyyatın və ya kimyanın dili universaldır. Bəs tarixi digər fənlərdən bu qədər fərqləndirən nədir ki, məhz onun tədris dilinə bu qədər həssas yanaşılır? Bax, bu məsələnin özəyidir. Mənbənin müəllifi Ramil Tanrıverdi bu suala çox aydın cavab verir. Onun nöqteyi nəzərindən tarix sadəcə keçmişdə baş verən hadisələrin xronologiyası deyil. Yəni daha dərindir. Çox. Tarix bir millətin kollektiv yaddaşıdır. Onun kimliyinin, necə deyim, DNT-sidir. Riyaziyyat sənə düşünməyi öyrədirsə, tarix sənə kim olduğunu xatırladır. O, bunu bir neçə funksiyaya ayırır. Bilik verməklə yanaşı, milli şuur formalaşdırmaq, vətənpərvərlik hissini gücləndirmək. Bir dəqiqə. Bu yanaşma, yəni tarixin milli şuur formalaşdıran bir alət olması biraz bitərəfli səslənmir ki? Necə yəni? Yəni, bəs dünya tarixi, fərqli sivilizasiyalara hörmət, qlobal düşüncə tərzi, bu iki məqsəd bir-biri ilə ziddiyyət təşkil etmir ki? Şagirdi həddən artıq milli çərçivəyə salmaq riski yoxdur? Gözəl sualdır. Və mənbədə bu məqama xüsusi toxunulur. Tanrıverdinin argumenti budur ki, bu ziddiyyət deyil, əksinə bir-birini tamamlayan prosesdir. O, tarix fənninin ikili təsirindən danışır. İkili təsir? Bəli, bir tərəfdən sən öz köklərini, mədəni irsini, qəhrəmanlarını öyrənib milli qürur hissi formalaşdırırsan. Bu sənin özülündür. Aha. Digər tərəfdən isə dünya sivilizasiyalarını, fərqli mədəniyyətləri öyrənərək tolerantlıq, humanist dəyərlər və geniş dünya görüşü qazanırsan. Anladım. Fikir odur ki, möhkəm özülü olmayan bina yellənər. Tamamilə. Yəni, əvvəlcə kim olduğunu dərindən anlamalısan ki, sonra qlobal dünyada özünü itirməyəsən. Üstəlik, hadisələrin səbəb-nəticə əlaqələrini təhlil etmək birbaşa tənqidi düşüncəni inkişaf etdirir. Deməli, mənbəyə görə bu həm ürəyə, yəni milli qürura, həm də ağla, analitik düşüncəyə xitab edən bir vasitədir. Bu, tarix fənninin niyə seçildiyini izah edir. İndi isə gələk ən fundamental suala. Niyə məhz Azərbaycan dilində? Hə. Mənbədə bu qərarın zamanlanması ilə bağlı çox maraqlı bir detal var. Açıq şəkildə deyilir ki, bu addım xüsusilə zəfər tarixindən sonra atılıb. Bu təsadüf ola bilməz, elə deyilmi? Qətiyyən təsadüf deyil. Mənbə bunu birbaşa 2-ci Qarabağ müharibəsindən sonra yaranan milli ruh yüksəkliyi və cəmiyyətdəki yeni reallıqlarla əlaqələndirir. Yəni bu, həm də müharibədən sonraki dövrün yaratdığı tarixi fürsətə bir cavabdır. Sanki zəfər bu proses üçün bir katalizator rolunu oynayıb. Bəli, cəmiyyətdə dövlətə, orduya, milli kimliyə olan inamın artdığı bir məqamda təhsil sistemi də bu dalğaya qoşulur. Tərəflərinə baxaq, yəni vətənpərvərlik ruhunu artırmaq bir məqsəddir. Bəs konkret olaraq dərsin məhz Azərbaycan dilində keçirilməsi şagirdə nə verir? Yəni sadəcə dilini yaxşılaşdırır, yoxsa başqa bir şey də var?
Bəli, mənə elə gəlir ki, burada əsas məqsəd sadəcə uşaqların Azərbaycan dilini daha yaxşı bilməsidir. Bunun arxasında daha dərin bir fəlsəfə olduğunu deyirsiniz. Məsələ sadəcə qrammatikanı və ya yeni sözlər öyrənməyi xeyli aşır. Mənbədə bu, mədəni kodların mənimsənilməsi kimi ifadə olunur. Mədəni kodlar. Gəlin bunu biraz açaq. Yəni, dil sadəcə səs və hərflər toplusu deyil. Bir millətin yaddaşı, dünya görüşü, məişəti onun içində gizlənib. Bəzi sözlər və anlayışlar var ki, onların ruhunu tərcümə etmək mümkün deyil. Maraqlıdır. Konkret misal verə bilərikmi ki, dinləyicilərimiz üçün daha aydın olsun? Tərcümədə itən o ruh nədir? Bəlkə. Məsələn, xan və ya bəy kimi titulları götürək. Onları rus dilinə knyaz və ya gospodin kimi tərcümə etmək olar. Amma eyni şey deyil. Əlbəttə deyil. Xan sözü təkcə bir titul deyil, onun arxasında bütün bir köçəri dövlətçilik ənənəsi, iyerarxiya, sosial münasibətlər sistemi dayanır. Və ya el sözü. Bunu narod kimi tərcümə edə bilərsən, amma el sözünün içindəki o qəbilə, qohumluq, birlik çaları itir. Deməli, tarixi orijinal dilində öyrənəndə təkcə faktı deyil, o faktı yaradan mədəni mühiti, o insanların düşüncə tərzini də mənimsəyirsən. Məhz bunlar mənəvi kodlardır. Coğrafi adların, qala isimlərinin orijinal səslənməsi belə hadisələrlə emosional bir bağ qurur. Deməli, bu bir növ hadisələri yüksək keyfiyyətli orijinal səslənti ilə dinləmək kimidir, tərcümə edilmiş dublyajla yox. Bu emosional bağ məsələsi çox vacibdir. Amma bütün günü riyaziyyatı, biologiyanı rus dilində öyrənən, evdə və dostları ilə bu dildə danışan bir 6-cı sinif şagirdini təsəvvür edək. Aha. Onsuz da ağır proqramla yüklənib, indi onun qarşısına tamamilə fərqli dildə çoxlu terminləri olan tarix dərsliyi qoyulur. Bu, onun tarix fənninə olan marağını tamamilə öldürə bilməzmi? Çox yerində bir sualdır. Bu bir inteqrasiya körpüsü yox, əksinə bir əziyyət divarı kimi görünə bilməz. Bu, bəlkə də bu siyasətin qarşısındakı ən ciddi və real çağırışdır və sizin bu skeptik yanaşmanız tamamilə yerindədir. Mənbədə bu məsələyə nikbin yanaşılsa da, ilkin çətinliyin olacağı danılmazdı. Əlbəttə olacaq. Təsəvvür edin, uşağın beyni bir dildə düşünməyə alışıb. Amma tarix dərsində fərqli bir məntiqlə həm yeni faktları, həm də yeni terminləri öyrənməlidir. Lakin mənbənin argumenti budur ki, bu çətinlik, bu divar, əslində aşılması nəzərdə tutulan bir maneədir. Yəni, prosesin özü tərbiyəvi xarakter daşıyır. Necə yəni? Əziyyət çəkməyin özü də bir hədəfdir. Bir növ. Fikir budur ki, bu proses şagirdi məhz yaşadıkları ölkənin milli mədəni mühiti ilə daha sıx təmas qurmağa məcbur edir. Uşaq digər fənləri rus dilində öyrənərək qlobal mədəniyyətə çıxışını qoruyur. Amma məhz tarix dərsində Azərbaycan dilinə keçid etməklə o, yaşadığı cəmiyyətin bir parçası olduğunu daha dərindən hiss edir. Mənbədə vurğulanan emosional bağlılıq da burada yaranır deməli. Bəli, tarix sadəcə rəqəmlər və adlar deyil. O, hekayələr, faciələr, zəfərlər toplusudur. Bu hekayələri ana dilində dinləmək onların emosional təsirini qat-qat artırır. Bu, nənənin danışdığı nağıl kimi daha yadda qalan və doğma olur. Nənənin nağılı bənzətməsi yerinə düşdü. Yəni, Şah İsmayılın şeirlərini və ya Babəkin mübarizəsini orijinala yaxın bir dildə öyrənmək, onun obrazını şagirdin təsəvvüründə daha fərqli, daha canlı canlandırır. Mənbə də bunu mənəvi modellər adlandırır. Ancaq bu, məni başqa bir suala gətirir. Bəs bu, həmin şagirdlərdə bir şəxsiyyət parçalanması, bir ikili mədəniyyət dilemması yaratmır ki, bir tərəfdən gündəlik həyatının dili, digər tərəfdən isə ona milli kimlik aşılayan başqa bir dil. Bu, uşağı iki dünya arasında qoymur ki. Məhz bu dilemmanın olub-olmaması məsələnin ən fəlsəfi tərəfidir. Mənbənin müəllifi bu suala çox nikbin cavab verir və iddia edir ki, bu bir dilemma deyil. Bəs nədir? Bir zənginlikdir. Argument budur. Bu proses şagirdləri iki mədəniyyət arasında bir seçim qarşısında qoymur. Əksinə onlara hər iki dünyada da sərbəst hərəkət etmək bacarığı verir. Öz milli mədəniyyətini, tarixini ana dilində dərindən mənimsəyən şagird, qlobal mühitdə özünü daha inamla ifadə edir. Çünki onun bir özəy, bir istinad nöqtəsi var. Düzdür. Bu, bir məhdudiyyət deyil, əlavə bir güc mənbəyidir.
Yəni, əgər sənin köklərin möhkəmdirsə, budaqlarının hara uzanmasından qorxmursan, belə çıxır ki, rus dilində təhsil onun dünyaya açılan pəncərəsidirsə, Azərbaycan dilində tarix öyrənmək də onun dayandığı evin bünövrəsini möhkəmləndirir. Bu, olduqca maraqlı bir yanaşmadır. Tamamilə. Bu, müasir qloballaşan dünyada çox aktual bir bacarıqdır. Bu, şagirdə bir növ həm dil, həm də mədəniyyət səviyyəsində kod dəyişdirmə qabiliyyəti aşılayır. O, həm Puşkinin dilində sərbəst düşünə, həm də Füzulinin ruhunu hiss edə bilir. Bu, onu daha çevik və zəngin bir şəxsiyyət kimi formalaşdırır. Bəli, mənbənin əsas tezi budur. Yaxşı, bütün bu müzakirələrdən sonra gəlin ümumi mənzərəni bir daha canlandıraq. Mənbəyə görə bu təşəbbüsün yekun hədəfləri nələrdir? Bir neçə əsas məqamı ümumiləşdirə bilərik. Birincisi, şagirdlərin dövlət dili biliklərini zənginləşdirmək. İkincisi, onların milli kimliklərini və dövlətçilik ənənələrinə bağlılıqlarını gücləndirmək. Və üçüncüsü, daha geniş miqyasda, bütün bunların cəmisi olaraq cəmiyyətdə milli həmrəylik mühitini gücləndirmək. Fikir budur ki, tədris dilindən asılı olmayaraq, ölkənin bütün gənc vətəndaşları ortaq bir tarixi yaddaşa, ortaq bir milli hekayəyə sahib olsunlar. Bu hekayənin eyni dildə danışılması, onun yaratdığı birliyin daha möhkəm olmasını təmin edir. Beləliklə, mənbə bu addımı həm fərdin inkişafı, həm də bütövlükdə cəmiyyətin mənəvi birliyi üçün atılmış strateji bir addım kimi təqdim edir. Tamamilə. Yekunlaşdırsaq, gördüyümüz kimi təqdim olunan mənbəyə əsasən, Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi sadəcə bir metodoloji yenilik deyil. Bu, zəfərdən sonra yaranan yeni milli ab-havadan güc alan, şagirdlərin milli kimliyini möhkəmləndirmək, dövlətçilik şuurunu inkişaf etdirmək və cəmiyyətə daha səmimi inteqrasiyasını təmin etmək məqsədi daşıyan çoxşaxəli bir siyasətdir. Bəli, mənbə bu prosesin faydalarına və nikbin nəticələrinə fokuslanır. Ancaq bu, bizi bir düşüncəyə sövq edir. Mənbənin təqdim etdiyi bu ideal mənzərənin arxasında hansı gözlənilməz nəticələr ola bilər? Məsələn, o praktiki çətinliklərdən danışdıq. Bəs bu çətinliyin öhdəsindən gəlmək prosesi bəlkə də şagirdin təkcə iradəsini deyil, həm də özünə inamını artıraraq tədris təcrübəsinin ən vacib hissəsinə çevrilir. Maraqlı fikirdir. Və daha dərin bir sual, tarixini Azərbaycan dilində mükəmməl öyrənən bir gənc, bu mövzuları rus dili valideynləri və ya yaşlı qohumları ilə müzakirə edərkən yeni bir dil bariyeri ilə üzləşə bilərmi?